Müasir qloballaşan dünyada biznesin sərhədləri də genişlənir. Və bunun nəticəsində məhsulların çatdırılma müddəti uzanır. Yəni lead time hal-hazırda indiki bizneslərdə 2-3 ay və bəzən daha artıq ola bilər. Və bunun da qarşılığında bizdə müəyyən risklər yaranır. Yəni düzgün proqnoz vermədikdə, məhsullar və bir neçə sifariş verdikdən sonra, bir neçə ay sonra gəldikdə biz overstock və out of stock problemlərinə üzləşə bilərik. Bunların qarşısını almaq üçün düzgün proqnoz sisteminin qurulması, S&OP prosesi, yəni satış və əməliyyat prosesinin düzgün qurulması çox önəmlidir. Bizim hal-hazırki təlimimizdə Walmart, Amazon, Apple kimi şirkətlərin istifadə etdikləri uğurlu proqnozlaşdırma sistemlərindən danışacağıq və hal-hazırda dünyada mövcud 14 proqnozlaşdırma sistemlərindən ən çox geniş yayılmış və tətbiq olunan sistem hansıdır? Onun haqqında danışacağıq və ümumən biznesə uyğun olaraq hansı proqnoz metodunun seçilməsini, düzgün seçilməsini sizinlə bölüşəcəyik.